Salam, hər vaxtınız xeyirli olsun əziz tələbələr. Mən rus dili müəlliməsi Şəhla Səfərova. Bir neçə qrammatik sualın izahını yenə sizin qarşınızdayım. Beləcə birinci sual. Первый вопрос. Составьте текст, укажите предложение, нарушающее его смысл. Həmişə çalışın ki, şərti çox gözəl başa düşün. Mən həmişə tələbələrimə deyirəm ki, şərti tam aydın başa düşmək sualın 20%-ni, 30%-ni artıq bilmək deməkdir. Yəni, elə bir mətn qurmalıyıq ki, burada bir tekst var. Составьте tekst. Mətni elə qurmalıyıq ki, amma burada mətnin məğzindən kənar, mətnin mənasını pozan bir cümləni göstərməliyik. Çay одна из древнейших культур. Çay bizim qədim mədəniyyətimizdən biridir. Burada səpələnmiş formadadır. İndi baxırıq. Demək, üçə baxırıq. Целебные свойства чая известны давно. Onun müalicəvi əhəmiyyəti ta qədimdən məşhurdur. Yəni, bəllidir. 4-ə baxırıq. Сегодня его считают самым распространенным напитком в мире. Bugün onu dünyada ən geniş yayılmış içki kimi hesab edirlər. 5. Çay используется как средство, которое усиливает деятельность сердца, улучшает дыхание. Çay ürək fəaliyyətini yaxşılaşdırır, həmçinin nəfəs yollarını da, ürək fəaliyyətini də daha çox yaxşılaşdırır. Yəni, bunlar hamısı çayın əhəmiyyətindən, çaydan, çaya aid olan xüsusiyyətlər idi. İkinci cümləyə baxaq. Она не договорила, налила в чашки чай. O даже soruşmadan fincana çay süzdü, задумалась, sпросила о его работе. Düşündü və onun işi haqqında soruşmağa başladı. Yəni, burada çayın əhəmiyyətindən söhbət getmədi. Ona görə ikinci cümlə mətnin mənasından kənara olduğuna görə biz ikinci cümləni götürürük. Və varianta baxırıq ki, ikinci cümlə, yəni A variantındadır. Ona görə bizim doğru variantımız olacaq A variantı. Второй вопрос, ikinci sual. Укажите ряд слов сочетается словом старый. Старый köhnə deməkdir. Həm köhnə, həm qoca mənasında gedir. Старый mladenic heç vaxt ola bilməz. Köhnə gənc ola bilməz. Demə, A variantı getdi. Потом, старый восход necə ola bilər? Восход günəşin doğuşudur. Necə старый vostok ola bilər? Bu da buna görə getdi. Zakat sözünə görə də qrup çağı, köhnə qrup çağı necə olur? Hər gün qrup çağı da var, dan yeri də var. Yəni bunlar getdi. Burada da starik sözünə görə ola bilməz ki, starik necə ola bilər? Qoca necə ola bilər? Təkrarın. Demək, Y də getdi. Doğru variantımız B variantı oldu. Starый друг, köhnə dost, qədim dost. Dolg, köhnə borc. Starый bilet. Yəni, köhnə bilet. Так. Третье. Со словом старательный. Старательный çalışkan deməkdir. Starательный sözü canlıya aiddir. Demək, çalışqandırsa bu insana aiddir. Canlıdırsa biz canlı sözləri buradan götürəcəyik. İspanitel icraçı deməkdir. Demək, çalışqan icraçı ola bilir. Biri götürə bilirik. Tak. İnstrument. Starательный çalışqan instrument bu canlıya aid olduğuna görə ikini götürə bilmirik. Starательный ученик deyə bilirik. Çalışqan şagird deyə bilirik. Üçü də götürürük. 1 və 3-dürsə, baxırıq. 1, 2-ni əgər götürə bilmədiksə, 1, 3-də doğru cavabımız demək oldu C variantı. İndi 4-ə baxaq. Starательный tруд, obraz, жизнь. Bunlar hamısı cansız olduğuna görə biz bunları götürə bilmirik. Так, 4. Фразеологизм ставит точки над и означает. Yəni, bu frazеологизmdir. Frazеологизmlər устойчивое сочетаниyadır. Yəni, sabit söz birləşməsidir ki, onlar həmişə məcazi mənada olur. Они имеют переносное значение. Yəni, bir şeyə nöqtə qoyub aydınlıq gətirmək. Значит, bizim doğru variantımız hansı oldu? Добиваться полной ясности. Bir şeyə tamamilə aydınlıq gətirmək. Artıq ona nöqtə qoymaq. Правильный ответ вариант А. 5. Выберите логически верное продолжение предложения. Aha, burada məntiqlə, cümlənin məntiqi olaraq biz davam etdirməliyik. Amma bыстрее стареет тот, bu bir atalar sözünə, deyimə, поговоркaya bənzəyir. Deyimə bənzəyir. Demək, кто ведет здоровый образ жизни, sağlam həyat sürən necə tez qocala bilər? Demək, biri götürə bilmirik, bu getdi. Кто до последних лет сохраняет бодрость?
öz ömrünün sonuna qədər gümrahlığını saxlayırsa, o tez qocalır. Bu da getdi. Aha, кто ходит где несколько километров пешком. Əslində deyirlər ki, bir neçə piyada gəzmək insana xeyirdir, insanın qocalmağının qarşısını alır. Demək, bu da doğru deyil. Кто обладает хорошей памятью. Kimin deyir, yaxşı yaddaşı var, o tez qocalır. Bu da getdi. Məntiqlə heç biri uyğun gəlmədiyinə görə стареет, быстрее стареет тот, кто ничего не делает. Heç nə etməyən, əlini əlinin üstünə aşırıb, ayağını ayağının üstünə aşırıb oturan, əlbəttə ki, tez qocalar. İşləmək lazımdır. D variantı. И шестой, последний. Mən sizi yormadan az-az sizin üçün izah etmiş olacağım. Укажите предложение речевой ошибкой. Burada da nitqdə olan, cümlədə olan bir səhvi tapmalıyıq. Из 20 учащихся было только трое мальчиков. Hə, burada demək toplu saydı troye. Bax, bunun altından xətt çəkirəm. Четверо, aha, семеро, потом burada daha yoxdur. İndi gəlin baxaq. Troye demək sayda rus dilində 9 toplu say var. Ani o'yi yer şəkilçisi ilə düzəlir. Bax, bu şəkilçilərin köməyi ilə düzəlir. 2-dən başlayır 10-a qədər. Muşkoy rodun, canlı muşkoy rodun qarşısında onlar işlənə bilirlər. Heyvan balalarının sayını bildirmək üçün biz toplu saylardan istifadə edirik. Они употребляются шестивиценным общего рода. Ümumi rodda olan isimlərin qarşısında. Они обозначают число детенышей животных. Bunu dedim. Они употребляются с шестивиценным только множественного числа. Ancaq cəmdə olan isimlərin qarşısında işlənir. Onlar nəyin qarşısında işlənmir bəs? Onlar işlənmir sredni rodla, orta cinsdə olan sözlərlə işlənə bilməz. Cansız muşkoy rodun qarşısında işlənə bilməz. Qadın cinsi jenski rodun qarşısında işlənə bilmirlər. Значит, B variantı səhv variant olacaq. Çünki podroga jenski roddadır. Вместо четверо biz deyirik 4 podrog. Yəni 4 podrugi даже. Öz yadınızda saxlayın. Один say olaraq roda görə dəyişir. Один muşkoy roddadır, одно женский roddadır, одно средний roddadır. 2 yəlik alın, 3, 4 yəlik alın təkində işlənir. 5 rəqəmindən başlayaraq yuxarı gedən rəqəmlər yəlik alın cəmində işlənir. Yəni qarşısında olan isimlər yəlik alın cəmində olmalıdır. Demək, bizim aşıbıçlı variantımız olur B variantı. Bax belə, hər birinizə uğurlar. Tez-tez mən sizin üçün izahlara burada gələcəm. Söz verirəm.